Onkoloji xəstə bir böyrəyi çıxardılan qadının ikinci qrupası necə dayandırıla bilər? Media TV Azmedia qrupuna müraciət edən Mingəçevir şəhər sakini Hüseynova Şəhla bildirir ki, əmək qabiliyyətli kimi ona üçüncü qrup pensiya təyin ediblər. Qrupaya görə 150 manat müavinət alır. O da dərmanlarına belə yetmir. Şəhla xanım onu da bildirir ki, böyrəyinin biri yoxdur. Ona əmək qabiliyyətli qrupa təyin ediblər. Amma səhhəti işləməyə imkan vermir. Ben Hüseynova Şəhla, Mingəçevir sakini, 60 yaşım var. Ben bu Sosial Müdafiə Nazirliyinə xahişim odur ki, pensiyanla əlaqədar. Ben 2016-cı ildə əməliyyat olmuşam, orqanlarımı kəsib götürüblər. 2017-ci ildə sol böbrəyim götürülübdü. 5 il ikinci qrupa pensiya almışam. 5 ildən sonra kəsiblər. 2021-ci ilə qədər pensiya almışam. 2021-ci ildən sonra kəsiblər pensiyamı. Nəyə əsasən kəsiblər bilmirəm. Hal-hazırda orqanlarım yoxdur. Özümün ağır şəkərim var. Böyrək təzyiqim var. Dərmanlarımı ala bilmirəm. Heç nə eləyə bilmirəm. Kağızlarım hamısı buradadır. Dərmanlarım hamısı buradadır. Həkimə gedirəm. Özüm mələk doktorun xəstəsiyəm. Onkoloji xəstəlikdən müalicə götürürəm. Hökumət tərəfindən sosialımı da versinlər, pensiyamı da versinlər. Mən ondan dolanım, dərmanlarımı alım. İkinci qrupdan üçüncü qrupa keçirdiklərinə görə sosialım da kəsildi, baxıcım da kəsildi. Mən dövlət başçımızdan xahiş eləyirəm, dönə-dönə xahiş eləyirəm ki, mənim xahişimi nəzərə alsın. Mənim xəstəliyimi ikinci qrupamı qaytarsın. Heç olmasa ikinci qrupla, pensiyamla dərmanlarımı alım. Ağır xəstəyəm. Dolana bilmirəm, iş qüvvəmi itirmişəm. Üçüncü qrupa yazıb, kağızıma yazır ki, iş qüvvəsi. Axı mən onkoloji xəstə, bir böyrəyim yox, şəkərim, təzyiqim. Nətər gedim iş qüvvəsi eləyim? Əlim, ayağım əsir. Nətər iş qüvvəsi yazıb bu? Mən heç bir orqanımı qaytarıb gətirib yerinə qoymayıblar ki, mən işləyə biləm. Faktı ki, mən bu iki orqanım yoxdur. Ağır şəkərim. Mənə niyə görə bu hökumətimiz, niyə görə məni belə çıxtaş elədi? İndiki bu zamanada, bu bahalıqda, bu bahalıq vaxtında çörəyimizi alamırıq, kommunalımızı ödeyə bilmirəm, soyuq evdə yaşayıram, soyuq evdə otururam, piletka taxa bilmirəm, işıq pulunun dərdindən, qaz yandıra bilmirəm, kommunalları ödeyə bilmirəm, dərmanlarım od qiymətləri ala bilmirəm. Cənab Prezidentimiz, 150 manat pensiya alıram, 150 manatla bir dənə dərmanımı pul eləmir. Şəkər adamam, mən neynə yiyim, neynə dolanım? Vəziyyətim çox ağırdır. Sizdən xahiş edirəm ki, mənə köməkli eləyəsiniz. Mən vitaminli yeməklər yeməliyəm ki, halım olsun, taqətim olsun. Meyvə ala bilmirəm, yeyə bilmirəm. Mənim də xəstəliyimə ən çox meyvə yeyilməliyəm ki, bir taqətim olsun, halım olsun. Heç nə ala bilmirəm, heç nə eləyə bilmirəm, heç dərmanımı ala bilmirəm. Vəziyyətim çox ağırdır. Olduqca sizdən çox xahiş edirəm ki, mənə köməkli eləyəsiniz.